Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahi ve ala alihi ve ashabihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin ve ba'd. Elhamdülillah ders bugün normalde onun yarısıydı. Müeyyen sebeplerden biz geç kaldık. Ve sağ olsun diğerleri de sebep oldu burada olanlar. Elhamdülillah. İnşallah bugünden kaldığımız yerden İmam Acurri'nin Kitab-ı Şeriyesinden Allah yardımı sayesinde inşallah ki bu kaldığımız yerden devam edeceğiz İmam Acurri'nin Kitab-ı Şeriyesine Rabbim nasip ederse. Ve geçen seferde kader mevzusunda kalmıştık. Ve Kur'an'dan ve sünnetten qədərlə bağlı bir çox məsələləri zikr edirik. Lakin tabii ki bir çox məsələ qədərlə bağlı sahabənin, tabiinin, itibə tabiinin, yəni bunların hamısının inşallah ki nədir görüşləri, yəni bu məsələdə söylənmədi. İnşallah ki ümumiyyətlə belə bir bu məsələ ilə bağlı belə bir düşüncə, belə bir fikrə gəldi ki, nədir o fikir? Ümumiyyətlə, qədər mövzusunun içərisinə biz, aleykümselam, biz girdikcə suallar da artır. Və o səbəbdən sadəcə olaraq babların, bir neçə babın üzərində deyinəcəyiz. Və hər bir babdan da qısa bir zikr edəcəyiz ki, məsələ inşallah ki, belə deyim ki, tam dərinə getmədən bu İmam Acurri'nin Kitab-ı Şeriyesindən qədər mövzusunu bitirək. Belə kim ürəyi istəyərsə ümumiyyətlə, yəni hansısa bir məsələ ilə bağlı, tabii ki, elmi olan insanlar bu məsələdə yəni sual edə bilərlər, sual soruşa bilərlər. Amma məsləhət odur ki, ümumiyyətlə, qədərlə bağlı ümumiyyətlə sual etmək və məsələnin içərisinə girmək, yəni ümumiyyətlə bəyənilməyən bir mövzudur. Bunu bilmək lazımdır. Və bu səbəbdən də mən belə bir qənaətə gəldim ki, yəni bu məsələləri burada dərindən zikr etsək, yəni bizə xeyrindən çox şərri gələcəkdir. Çünki alim olan, elm əhli olan, ümmətinin faydalı olan bir tələbə, bir elm adamı, bir dəvətçi odur ki, ümmətinin, cəmaatının, millətinin xeyrinə olan şeyləri yəni zikr eləsin. Vaxtı onunla kaybetməsin və aynı şəkildə də bununla bağlı da yəni problemlər ortaya çıxmasın, suallar yaranmasın. Birinci, qaldığımız yerdə 32-ci yəni biz babdaydıq, ondan bir bab olaraq devam edəcəyik. 32-ci babda belə bir bab açmışdı İmam Acurri ki, Allah Subhanahu ve Teala yəni belə deyim ki, istədiyi insanı ənəhu Allah, yəni yudillu mən yeşə, Allah istədiyini azdırır və azdırdı. Və istədiyini də hidayətə erdirdi. Yəni, Allah Subhanahu bir insanın hidayətə gəlməsi, bir insanın imana gəlməsi, bir insanın müsəlman ola bilməsi üçün, bir insanın xeyrə muvaffıq olması üçün, xeyri əldə eləməsi üçün Allah Subhanahu və Teala'nın tamamilə istəyinə, məşiyyətinə bağlıdır. Allah bir insanın bu günləri bu zikir məclisində olmasını istəyirsə, heç bir səbəb onu əngəl ola bilməz. Və Allah Subhanahu kiminsə zikir məclisində olmağını istəmirsə də, Allah Subhanahu yəni dilənməsinin xarici heç kimsə diləyib də, özü çalışsa da, yəni o insan zikir məclisində ola bilməz. Və bununla biz burada dərinə getmədən bu kimi məsələləri burada belə yekunlaşdırırıq ki, çünki ağlımız bununla belə deyim ki, nə mükəlləf deyil, nə də içərisinə girsək, ağımız bununla yetinməyəcəkdir. Yəni, ağımız bu məsələləri qəbul eləməyəcəkdir.
Orada ne çıtıylar? Yani bir bu kalmıştı da yani sağ olsunlar. He. Ki ve ennel enbiya yani peygamberler la yehdûne yani peygamberler gelmesi bir sebeptir. Yani onlar insanlara hidayet edilmeleri illa yalnız ve yalnız Allah Subhanahu Teala'nın önceden onlara hidayet etmiş olduğu nedir? İznidir. Allah'ın iradesidir. Yani bir peygamber gelip bir kavmine insanlara davet etti. Yani onların hidayetine peygamber sebep olmadı. Ya da ki bir alim, bir ilim adam, bir davetçi geldi bir kavminin hidayetine əsl sebep o değil. Əsl sebep Allah Subhanahu Teala'dır. Sadece olarak biz neyle mükəlləfi? İnsanları davet etmekle mükellef. Ama əsl hidayet edilen kimdir? Əsl hidayet edilen Allah Subhanahu Teala'dır. Ve bu babla bağlı İmam Macurri yani bununla bağlı çok meseleleri, çok delilleri yani burada yani zikredir. Ve Allah Subhanahu münafıklar barəsində ki münafıklara hakkında belə deyim Allah zikr ederken Müslümanlara deyir ki فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِي فِئَتَيْنِ yani size ne olub ki sizler münafıklar barədə iki fiyə, iki ayrılığa, iki cəbhəyə bölünmüşsünüz. Yani Allah Subhanahu Teala bizlere qadağan edir neyi? Münafıklar barədə iki yerə bölünməyi. Belki münafıkları indi biz bu günləri tabii ki bu ayetleri anlayıp yaşamak için her şeyin öz mevzusu var. O da inşallah ki Münafıkın suresinin tefsirinde yani bu meseleleri biz zikr edirik ki Müslümanlar münafıklar barədə iki yerə bölünməməlidir. Münafıklar kimlərdir? Vasıfları nedir? Sifətləri nedir? Əxlaqları nedir? Tərbiyeleri nedir? Onlar inşallah nedir? Onlar zikr olunurlar. Ve burada Allah Subhanahu Teala sadece münafıklar bəhs edərək deyir ki Əturidunə yani istəyirlər ki Allah'ın azdırdığını hidayete gəltirmək mi veya Allah'ın yani azdırdığını yani onlar hidayete gəltirmək mi istəyirlər? Allah bir toplumu azdırmışsa kimse onu hidayete edilebilmez. Ve Allah Subhanahu Teala kime deyir azdırdıysa felen tecde lehu sebile hiçbir yol olabilmez. Yani Allah Subhanahu Teala hakikaten bugün bize birçok nimet bahşedip bugün biz imandayıqsa bu Allah'ın bize bir lütfudur. Yani bu bizim öz çabamız, öz belə deyim ki, öz isteğimiz, öz arzumuz değil. Allah Subhanahu ve Teala yani bu meselelerde bize nedir? Bir lütfetmiştir. Ve aynı şekilde Allah Subhanahu Teala yani bu şeytanları da insanları azdırması, şeytanların insanlara zarar vurması, hamısı sihirbazların vesairelerin nedir? Kur'an-ı Kerim'de olduğu kimi Allah Subhanahu Teala dilemediyse ve mahum bidarrine bihi min ehadin yani onlar kimse zarar vurabilmezler yalnız Allah'ın iradesiyle. Yani bugün bir kulun, bir şeytanın, bir cinninin, bir insanın, her hansı bir toplumun sana zarar verebilmesi mümkün değil. Veyahut da ki Allah dilemediği sürece sana ne sihirbazların ve kezalike es-sihre sihirbazlar la yedurru ahad hiç kime zarar vurabilmez illa bi iznillah. Allah diye izin vermediyse ne şeytanlar, ne cinler, ne sihirbazlar hiç kimse neyleyebilmez? İnsanlara zarar verebilmez. Necə ki Allah Subhanahu taala Qur'an'da buyurur ki, yani Bakara suresi "Mahum bidarrine bihi min ahadin illa bi iznillah." Allah Subhanahu taala izin vermediği sürece onlar zarar vurabilmezler. Bizden burada istenilen nedir? Bizden istenilen odur ki bizler Allah ve Resulü bize emrettiği şekilde dinimizi yaşamaktır. Ve gerisini Allah Subhanahu teala bırakmaktır. Ve sonra olan şeyler ve olmayan şeylerin Allah bir şeyi yaratması, bir hadisenin baş vermesi, ölmesi, dirilmesi, xeyrin gelmesi, şerrin gitmesi vesaire ne baş verirse 34. babında deyir ki bunlar hamısı Allah'ın məşiyyətinə tabidir. Elə isə əgər bunlar Allah Subhanahu taala'nın məşiyyətinə tabidirsə nədir? Biz qulların üzerine düşen sadece Allah'ın emirlerini yerine getirmek, yerine getirdikten sonra da qadağan ettiklerinden uzak durmak, Allah'ın bizler istediği nedir?
Festa' bima tu'mer, sen insanlara Allah'ın senden emrettiklerini anlat. Ben bu gün bununla mükellefəm. Mesela insanlar bu günlere hidayet olup olmaması məni maraqlandırmır. Yani benim o sorumluluğum değil. Bugün insanların bizim davetimize katkı verip vermemesi bizi üstse de, ama bu bizim sorumluluğumuzda değil. Neye göre? Çünkü sen bundan sorumlu değilsin. Bu davetin neticesinde insanların sapıklıktan imana gelmesi, yani hiçbir zaman bizim elimizde olan bir mesele değil. Bu tamamen Allah'a mahsustur. Dolayısıyla bir meselede şu anda her hansı bir şer görülürse, biz bunu Allah'ın meşiyeti ve Allah'ın iradesi, Allah'ın isteğine bağlayıp üzülmeliyiz ve Allah'tan bunun hayırlı ise olmasını istemeliyiz. Çünkü bütün meselelere baktığımız zaman ayette de geldiği gibi kânen nâs ümmeten vâhide, insanlar bir ümmet idiler. Allah peygamberleri gönderdi. Febe'asallahu nebiyyine mubeşşirine ve mundirin. Allah Subhanahu onlara müjdeleyici ve korkutucu peygamberler gönderdi. Ve enzele ma'humul kitap gönderdi. Niye? Bir hak ile li yahkuma beynen nasi fîmâ ihtilâfu fî. Allah Subhanahu bak, hakikaten bak bu günleri, bu ayet çok önemli bir ayettir. Nece? İnsanlar bazen bir ümmet olurlar, bir cemaat olurlar, bir topluluk olurlar. Hak onlara geldikten sonra ayrılığa düşürler. Zaten Allah Subhanahu değil. Diğer insanlar bir ümmet idi elim gelmeden önce. Yani cahillik üzere insanlar zaten çok olurlar. Ama onlara elim geldikten sonra diğer ayrılığa düşürler. Diğer biz peygamberleri gönderdik. Korkutucu ve müjdeleyici peygamberler geldiler. Ve kitap da geldi hak olarak. Niye geldi? لِيَحْكُمَ بَيْنَ النَّاسِ ف۪ي مَخْتَلَفُ ف۪ي. İhtilaf etmiş olduğu meselelerde Allah'ın kitabıyla hükmetmek için. Yani bir peygamberin gelmesinin maksatı nedir? İnsanlar arasındaki olan ihtilafı çözmek için. وَمَا اخْتَلَفَ ف۪يهِ اِلَّا الَّذ۪ينَ اُوتُوهُ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتِ بَقْيًا بَيْنَهُمْ. Peki onlar neye ihtilaf ettiler dedi ihtilaf edenler? Onlara değil Allah'ın hükümleri geldikten sonra aralarındaki kin ve küdret sebebiyle onlar değil ihtilaf ettiler. Onlar niye ayrıldılar? Aslında ayrılmak istediler. Zaten bir bahane aktardılar. Niye diğer aralarında kin küdret var idi? فَهَدَ اللّٰهُ الَّذ۪ينَ آمَنُوا لِمَا اخْتَلَفُوا ف۪يهِ مِنَ الْحَقِّ بِاِذْنِهِ. Allah Subhanahu Teala Allah'a ve Resulüne şeriatine gelmek isteyenlere yol gösterdi ve onlara hidayet etti. Mesela şu, Allah Subhanahu Teala Münafıkın suresinde ne buyurur? Ey Muhammed, sen onlara desen ki gelin gidin Allah'ın Resulünün yanına, Teala gelin gidin. Allah'ın peygamberi sizin için Allah'tan bağışlanma dilesin. Onlar diye başlarını sallayıp yüz çevirip giderler. Niye bağışlanma istemezler? Allah Subhanahu Teala diyor ki sen onlar için bağışlanma dilesen de dilemesen de Allah onları bağışlayan değil. Lev istagfertellah, sen onları 70 kere bağışlanma dilesen de Allah onları yine bağışlamayacaktır. Ve burada da olduğu gibi Allah Subhanahu Teala Nisa suresinde de ve izâ qîle lehum teâlâ bilâ mâ enzelallahu bi'l rasûl râitel münâfikîne yasuddûne anke sudûde. Sen münafıklara, sen onlara, ihtilaf edenlere, tartışanlara, söz sohbet salanlara, problem yaradanlara dediğin zaman ki gelin gidelim meselemizi Allah'a, Resulullah, Peygamber'e, kitabına, Allah'ın kitabına, Kur'an'a, sünnete gidelim. Diğer onlar ne var Allah'a? Sana yüz çevirirler. Çünkü hakkı öğrenmek istemirler. Yani bugün Müslümanın mesela adına İslam vasfı veren, Müslüman vasfı veren bir insan arada bir ihtilaf olduğu zaman olabilir mi ki o çözülmesin? Mümkün değil. Eğer bir insan hakkı öğrenmek için Allah ve Resulüne davet olunduğu zaman hele hususla iman ve küfür şirk meselende eğer gelmirse yani tabii ki nedir kardeşim? Burada ne vardır? Burada bağı var, burada kim var, burada küdret var. Burada arada bağıyen beynəm. Aralarındaki o düşmənçilik. Kin küdret sebebiyledir. Gelmek istemir. Ve Allah Subhanahu Teala deyir ki: "Fehadallahu ellezine amenu." Allah iman edenlere, teslim olanlara hidayet etti. Demek ki Allah'ın bize hidayet etmesi için bizim teslim olmamız lazımdır. Biz teslim olsak Allah bize hidayet edecek. Vallahu la yehdi, vallahu yehdi men yeşâ'u ila sıratın müstakim. Allah Subhanahu Teala nedir? Dilediğine hidayet edendir. Ki onlar istikamet üzerinde olsun. Mesela deyir ki Allah Subhanahu Teala Bakara surasında: "Ve lev şa'allahu maktetelu."
Eğer Allah istenmeseydi onlar savaşmazdı ve öldürmezdi. Velakinne Allah yef'alu ma yeşe, ma yurid. Allah ise istediğini edendir. Dolayısıyla birçok meseleler bizim aramızda cereyan edir ki biz aslında o meselelerde Allah Subhanahu Teala'ya tamamıyla bu meselelerde biz teslim olsak bütün bizim aramızda olan meseleler çözülecek. Neyle bağlı? Allah'a meseleyi yönlendirsek. Çünkü diğer Peygamber aleyhissalatü vesselamın mesela özü insanları İslam'a davet etti. Ve insanlara İslam'ı anlattı. En yakında olan insanlardan en uzakta olan insanlara kadar. Velakin öyle insanlar var ki ondan uzak olduğu halde ona en yakın oldular. Öyle insanlar var idi ona yakın oldukları halde o davetten sonra en uzak olan insanlar oldu. Çünkü Allah istemedi. Mesela Allah Subhanahu Teala yani Lut Aleyhisselam'ın arvadının iman etmesini, zövcesinin iman etmesini istemedi. Allah Subhanahu Teala Peygamber Sallallahu atasının anasını, emsi Ebu Leheb'in vesairenin Ebu Talib'in iman etmesini istemedi. Peygamber Sallallahu bütün sebeplere başvurdu. Velakin olmadı ve olmayacak. Çünkü Allah Subhanahu Teala istemedi. Yani ama ölünceye kadar festa'bi metuma diğer onların başı ağrıncaya kadar sen onları anla. Sen bundan sorumlusun. Fa'arid anil müşrikin sen müşriklerden de yüz çevir. Ve sen sonra ne yapıyor Allah Subhanahu Teala? Vestakim kema umirt. Ben nece emrettimse o şekilde istikamet üzerinde ol. Ve la tettabi sen onların havalarına tabi olma, isteklerine tabi olma. Yani bugün sen ben ehl-i sünnet akidesinde, ehl-i sünnet menhezinde ve bu günleri yeni birçok fitneler de çıkır. Bugün bizim üzerimize düşen nedir? Meseleleri Allah'a ve Resulüne döndürmek, ağlımızı bir kenara koymak. Mesela biz size defalarla açıklamışıq. Tamam? Neye açıklamışıq? Ehl-i sünnetin burasına dikkat edin. Ehl-i sünnetin esas 3 ana temeli var. Ehl-i sünnetin 3 ana temeli var. Eğer bunu bilseniz, bunu hayatınızda uygulasanız, bunu karşınıza çıkan meselelerde tatbik etseniz, elhamdülillah siz nicat yapacaksınız. Yok o bu 3 meseleni bir kenara koyup öz arzu, isteğiniz, fikirlerinizle meselelere yanaşsanız, Kâle kîlelerin o dedi bu dediğine mesele yanaşsanız siz hakkı tapacaksınız. Birinci iki yere bölünür. Allah'ın kitabı birincidir. Yani birincinin A bendi. Tamam mı? Bak 3 temel esasın birinci esası A bendi Allah'ın kitabı. Yani ne demektir bu? Yani her hansı bir mevzu önümüze çıksa halal, haram, küfür, şirk, caiz değil, olar, olmaz. Bütün bu meselelerde senin başvuracağın kitap Allah'ın kitabıdır. Yani senin için kanun olan odur. Hasan, Hüseyin, Mahmud, Ali, Allame, Fellani, Şeyhülislam, Müceddid, ne bileyim ben ne? Bunlar hiçbir şekilde ilk meselelerde başvuracak merci değiller. İlk temel esasda başvurulacak değiller. Sen Allah'ın kitabını aktaracaksın. Allah'ın kitabında bu meselelerin çözümünü aktaracaksın. Eğer Allah'ın kitabında takmadığın zaman birinci bendin B bendine gideceksen o da Peygamber Aleyhisselatü Vesselam'ın sünnetidir. Resulullah sallallahu aleyhi ve sellem sünneti de 3 kısımdır. Sözlü, fiili bir de susması. Yani onaylaması. Takriri değiller. Kavli, fiili ve takriri. Yani Resulullah sallallahu aleyhi ve sellem ya bir söz söylemiştir, ya bir şeyi emellemiştir, ya da bir şeyi karşındaki olan sahabe emellemiş, Allah Resulü ona sunmuştur. Sen bunu sebepten önümüzde bir mesele var. Olar mı olmaz mı? Karşımıza bir ayet çıktı, karşımıza bir hadis çıktı, karşımıza bir mesele çıktı. Biz bu meselenin ilk önce götürüp araştırabileceğimiz bir de esas önemli olan nedir? Resulullah sallallahu aleyhi ve sellemin sünnetiyle beraber Allah subhanahu kitabıdır. O meselenin həllini orada tapacaksın. Mesela güncel meselelerden tutalım ki biz baktığımız zamanda Müslümanların çok ihtilaf ettiği ve muasir yeni de ihtilaf edilen meselelerdendir ki bizimle eşarilerin, meturidilerin arasında yegane fərqlerdendir. Yani bizimle sapık ehlinin, bidat ehlinin, zallet ehlinin arasındaki fərq nedir? Biz deyirik ki dua ibadettir. Dua huvel ibade.
Dua ibadettir. Dua huwa mukhul ibadə. Dua ibadetin beynidir. Gəlin də Əşari Məturidiyə baxaq. Yəni nə dua? Biz Allaha dua edildiyi zaman ibadettir. Allah'tan gayrisine edildiği zaman Allah'tan gayrisine ibadet. Yani sen bir ölüye hangi bir ad ile olursa olsun, ismi şefaat olsun, ismi tevessül olsun, ismi dua olsun, ismi çağırmak olsun. Eğer geybe ve ölü olan, yani ölü zaten geyiptir. İster qəbir başında, ister qəbirdən uzaq yerde fərq eləməz, bu bir ibadettir. Bunu Allah'tan gayrisine sərf etməklə insan şirkə düşmüştür. Burada ağıl sürmək zəlalətdir ki, burada şirk rububiyyətdədirmi, uluhiyyətdədirmi, yoxsa isim sifətdədirmi? Burada bir dənə veriləcək cavab nədir? Dua ibadətdir. Bu Allah'tan qeyrisinə sərf olunan bir ibadətdir. Peki bunun ibadət olmadığını kimlər söylüyor? Ne zaman ibadet olup ne zaman ibadet olmadığını kimlər söylüyor? Əşari Məturidilər söylüyorlar. Əşarilər əsasən nə deyirlər? Deyirlər, duanın ibadet olabilmesi için dua ettiğine Allah'ın rububiyyət sifətini vermen lazımdır. Biz əslində bu məsələyə deymişik. Harada? İsim sifət tevhid kitabının elə birinci bablarında ki, bizimlə Əşari Məturidilərlə bizim aramızdakı fərq olan odur ki, bizlər ibadətdə etiqad axtarmırıq. Bizlər cəhmiyə deyilik. Bizlər bəzi ibadətlərin sözlü, bəzi ibadətlərin feili olduğuna inandığımız üçün, yəni dua bir Allah'tan geyrisine, yani ölü peygamber veya salih kim olursa olsun, Allah'tan geyrisine, yani bir insanın sərf etmesiyle, çağırmasıyla, mesela şefaat et ya Resulallah, tamam mı? Veya ya Resulallah udu'ullaha li en yaghfira li, Allah'a dua ile benim için Allah beni bağışlasın. Her iki halda Allah'tan geyrisine ibadet etmiş olur bu əməliyle ve bu da şirktir, insanı İslam milletinden çıkardır. Peki Məturidi ne diyor? Əşari ne diyor? Deyir bunun ibadet olabilmesi için, bunun şirk olabilmesi için sen peygambere ve o salihə rububiyyət sifətini vermen lazımdır. Demen lazımdır ki, yani ben onu çağıracağım, o mütləq şəkildə məni eşidir və mənə cavab verir, mənim ehtiyaclarımı gedərə bilmə imkanı var və s. Yani istədiyim şeyi özündən görmədiyim sürəcə mənim istəməyimdə heç bir şəkildə problem yoxdur. Əşarinin görüşü budur. Çünkü onlar ibadetin Allah'tan geyrisine ibadet şeklinin sərf olması için, şirke düşmesi için, küfre düşmesi için etiqad şərti vardır. Eğer etiqad şərti varsa, bir meselede araştırılırsa, burada bilmen lazımdır ki bu ehl-i sünnetin etiqadı değildir. Yani ehl-i sünnet etiqadı bu meselede Allah'tan geyrisine bu meselenin sərf olunması. İkinci olarak, mesele gelir ya, bakın dikkat edin. Biz mesela Kur'an ve sünnetle dedik ki, Kur'an-ı Kerim'de ayetlere baktığımız zaman da Allah Subhanahu Teala Allah'tan gerisini çağırmanın batıl olduğunu ve çağırdığın zaman da çağrına icabet etmeyenin batıl olduğunu ve size cevap vermediklerini ve onlar dua etmekle Allah'a şerik koştuklarını ve kıyamet günde Allah Subhanahu Teala dua ettikleriniz olanlar yevmul kıyame yekfuruna, onlar sizin şirklerinizi reddedecekler ve sizin bu əməlinizə göre de sizi nedir? Allah'a karşı nankör olan ve küfreden insanlar olarak değerlendirecekler. Ve yine Allah Subhanahu başka bir ayette de ki onlara değildi dua edin, onlar Allah'a dua etmekten tekebbürlendiler ve bununla şirke küfre düştüler. Bunun için yani biz bakırıq ki Kur'an ve sünnet duaya ibadet demiş. Ve biz bakırıq sahabeye. Sahabe de indi bak birinci meselemiz buydu. Yani biz bu meseleleri araştırmak için gelirik sahabeye. Sahabeye gittiğimiz zamanda yani Kur'an-ı Kerim'in bir meselenin anlamak için hala başvurdu Kur'an ve sünnet dedik. A bəndi, B bəndi. İkinci bir mesele nedir? Sahabedir. Gel bakaq görək bu ayetleri, bu hadisleri. Sahabe necə əməl edibdir? Yani Resulullah sallallahu aleyhi ve sellem'den sonra Allah Resulü'nün mesela hansı bir hüküm meseleleri olsun, hansı bir ibadet ve itaat meselesi olsun, ayet ve hadisin kenarına çıkıp veya var olan ayet ve hadisi yanlış anlayıp bugün insanların, Əşarilərin, Məturidilərin anladığı kimi anlayıblar mı? Veya da ki birinci olarak Allah Subhanahu Kur'an-ı Kerim'de özüne isim ve sıfatlar vermiştir. Doğru mu? Biz Kur'an ve sünnete bakırıq ki Allah özüne müəyyən isimleri, müəyyən sıfatları vermiştir
və sünnətə bağlı, sünnət də onu dəstəkləmişdir. Peki burada artıq qabaq tərəfdəki insan yoruma gedərkən, bunu qəbul etməyərkən biz deyirik ki, o zaman neyniyək? Madəm sən Quran və sünnətini anlamırsan, gəl görək o zaman bu ayəti sahabə necə anlamışdır? Sahabə bunu necə anladı? Yəni sahabə bu günlər sənin əməl etdiyi şəkildə əməl etdi mi? Yox, əməl etmədi. Qaydədir, usul qaydasıdır, sələfin usul qaydasıdır ki, sahabənin etməyinə icazə verilən və yaxud da ki, imkanı olduğu halda etməyinə əgər onları tərk ediblərsə, elə bu bəri başdan qadağan olunan əməllərdəndir. Yəni, sahabənin bir əməli etməyə imkanı olduğu halda, əgər sahabə onu tərk edibsə, bu onu göstərir ki, o əməli etmək onların zamanında qadağan idi. Yəni, eləməyə imkanı var. Soruşmağa imkanı var. Allahın əlini, üzünü soruşmağa imkanı var. Allahın arşın üzərində olmasını soruşmağa imkanı var. Və yaxud da ki, Peyğəmbər Aleyhisselatü Vesselam'dan sonra ki, və salihlər var idi, şəhidlər var idi ki, onlar Allah qatında qiyamət günündə salihlərə öz tanıdığı insanlara şəfaat edəcəklərdir. Nə Allah Rasulunun özü, nə də Allah Rasulunun sahabəsi belə bir addımı atıblarmı? Belə bir addım atmayıblar. Biz də nəyə görürük burada? Sahabəyə görürük ki, sahabə nə bu məsələlərdə Allaha və Peyğəmbərinə soru soruşdu, nə də ki, özləri bu məsələ ilə bağlı əməl elədi. Və ikinci məsələdən çıxırıq ki, sahabə, tabiin, 3 nəsil, bu Allah və Rasulundan bizə gələn hökmləri onlar necə yaşadılar, necə əməl etdilər? Yəni, bu ayətləri necə fəhm etdilər? Yəni, bugün bizim yaxınlaşdığımız kimi yaxınlaşdılar mı, yoxsa yaxınlaşmadılar mı? Baxır, görür, yox, yaxınlaşmadılar. Və elə isə nə qarırıq, onlara tabi oluruq. Və baxırsan ki, bugün bir çox dəvətçilər, bir çox elm adamları deyirlər ki, tabii ki, bu sahabə bunu eləməmişdir. Bəs o zaman biz bunu niyə müzakirə edirik ki? Deyir, sahabənin zamanında bu yox idi. Sahabə bunu tartışmadı. Peki, biz baxırıq, nəyə görürük? Sahabə bunu tartışmamaqla bərabər Rasulullah sallallahu aleyhi və səlləm öz qəbrinin ibadətgaha çevrilməsini qadağan eləmiş və Allahın lanəti olsun onların üzərinə ki, keçmiş ümmət öz peyğəmbərlərini ibadətgaha çevirdilər. Əgər bugün sən deməklə ki, məsələn, Rasulullah sallallahu aleyhi və səlləmin qəbri başında ona dua edib ondan şəfaat istəmək şirk deyil və bəzilərinə görə müstəhabdır deyirsənsə, sən insanları Allahdan qeyrisinə ibadət etməyə çağırmaqla bərabər, yəni sən sahabənin ittiham edirsən ki, sahabə sünnət və xeyirli əməli edə bilmədilər, bu günləri biz etdik. Bizim ağlımız onlardan daha yaxşı işləyir. Yəni, onlar bütün xeyirlərdə zaten öncüydülər. Və üçüncü olaraq əhl-i sünnətin mənhəzinə gəlir. Üçüncü olaraq baxırıq, görür, əhl-i sünnətin mənhəzi budur ki, ağılla dərk edə bilinəcək və ağla yönəldiyi zaman anlaşılmayacaq məsələləri heç bir zaman tartışmayıblar, girməyiblər. Onun da ən məsələdən önəmli olan nədir? Elə qədər mövzusudur. İsim sifət mövzusudur, ölülər məsələsidir, bərzaq aləmidir. Ki, Rasulullah sallallahu aleyhi ve sellem bizim həyatımızda xeyir. Allah Rasulü, məsələn, sual. Allah Rasulü ölüb, yoxsa ölmüşdür? Allah Rasulü ölübdür. Rasulullah sallallahu aleyhi və səlləm qəbrində sağdırmı? Xeyr, Allah Rasulü qəbrində sağ deyildir. Allah Rasulunun sahabəsi onun sağ olduğunun və sağ olması ilə etiqat ediblərsə də Rasulullah sallallahu aleyhi və səlləmin salamın xaricində nəsə eləyiblərini heç bir şey eləməyiblər. Esselamu aleyküm ya Rasulullah. Bundan başqa heç nə eləməyiblər. Allahın salamı olsun. O da Abdullah bin Ömərdən məşhurdur ki, Allah Rasulundan nə eləyərdi? Gələrkən salam verərdi. Sonra isə Əbu Bəkirə, Ömərə nədir? Saygı ilə salam verib gedərdi. Sən bugün Mədinəyə getdin, Allah Rasulunun qəbrini ziyarət elədin, Esselamu aleyküm, Allahümme selam Muhammed dedin və hızlıca oradan keçdin, getdin. Sonra isə dönüb gəlirsən, Revdada 2 rükət namaz qırırsan, Allaha dua eləyirsən, istədiyin qədər də dua elə, zikr elə, Allaha dua elə. Allahdan istə. Yəni, istədiyin bir şey varsa Allahdan istə. Yəni, zaten Peyğəmbər səsən nə deyir? Əgər bir şey istəsən, Allahdan istə. Və izə sələtə fəsəlilə, və izə istəyəntə fəstə'in billə. Bir şey istəsən, Allahdan istə. Məsələn, çox maraqlıdır. Yəni, bir insan Rasulullah sallallahu aleyhi ve sellemin əshabına niyə tabi olmaq istəməsin ki? Yəni, sən bir əməl edirsənsə, sənin arxanda sahabə yoxsa, sən bunu niyə edirsən ki? Yəni, Əbu Bəkir, Ömər, Osman, Ali və digər sahabələr sənin bu əməlini eləyiblər, yox. O zaman bu tartışmanın qapalıdır. Bunu heç, bu məsələ küfrə götürür, şirkə götürür məsələsi ən axırıncı məsələdir. Sən ümumiyyətlə bu məsələ açmalı deyilsən. Sən bu məsələni tamamilə ümumiyyətlə mövzu olaraq belə, başlıq olaraq belə danışmamalısan, məsələn bağlamalısan. Çünki niyə? Ağıl ilə məsələyə yanaşmaq
ki, əhl-i sünnət qadağan edir ki, əgər bir məsələ qeybi bir məsələdirsə, ağılla ölçülən bir məsələdirsə də, bu məsələlərdə tamamilə ağlı bir kənara qoysan və qeybi məsələlər olduğu kimi qəbul edib susursan. Çünki sən baxmalısan ki, həqiqətən də bir məsələ qeybidirmi, yoxsa qeybi deyilmi? Biz baxdığımız zaman Allah Rasulü qeyb diyorsa qeyb deyildir. Ölülər qeybdir, qeybdir. Qədər məsələsi qeybdir, qeybdir. Allahın isim və sifət məsələləri qeybdir, qeybdir qardaş. Biz bunları qeyb olaraq qəbul etdiyimiz halda, əgər bunu qeyb olaraq görürsə, o zaman bunu nə etmək lazımdır? Qeyb olaraq qəbul edib və bu məsələnin içərisində nə etmək lazımdır? Bu məsələnin içərisində də bir müsəlman olaraq sənin girmən asla və asla caiz deyildir. Bu səbəbdəndir qardaşlar. Qədər mövzusu da bu babdandır. Qədər mövzusu da bu babdandır. Yəni elmi bütün məsələlərdə Quran və sünnət sənə zaten Quran və sünnətə yönləndirilmişdir. Qeybi olan məsələlərdə isə sənin ümumiyyətlə şuur etməsən. Ben məsəl üçün şəhidlər barədə gələn ayətlər. Və la taqulu limen yuqtalu fi sabilillahi amwat. Allah yolunda ölənlərə öl deməyin. Bəl əhya, onlar sağdılar. Allah yanında, lakin siz onu anlamırsınız. Şərh etmirik. Anlamırıq. Düşüncə Bax, Allah deyir ki, onlar diridirlər. Doğru mu? Bəqərə surəsində. Şəhidlər diri. İkinci ayədə gəlir ki, onlar Allah katında rızıqlandırılırlar. Amma siz onu anlamırsınız. Yəni şəhidlər sağdır Allah katında. Yəni İsa Aleyhisselam sağdır Allah katında. Amma onlar qeybdədir. Biz onu dərk edə bilmirik. Allah Subhanahu Teala zatını dərk edə bilmirik, amma vardır. Allah Subhanahu Teala zatı vardır. Allah Subhanahu Teala'nın özünə nisbət etdiyi zatı bütün sifətlər mevcuddur. Allah belə istəmiş, elhamdülillah, özünü belə murad etmiş və bizi bu şəkildə çatdırmışdır. Yəni Allah bizim gələcək elimizdən, Allah bu gün mənim zikr etməmdən xəbərdardır mı? Xəbərdardır. Allah Subhanahu Teala ümməti üçün istəyərmi ki, yəni özünü yanlış tanısın? Yəni o zaman Quran-ı Kərim nədir qardaşlar? Bizə endirilmiş ki, biz onu anlamayaq. Biz onu fəhm etməyək. Allah müəyyən isimlər, sifətlər, feillər söyləyib ki, biz onu başa düşməyik. Biz bunu Allah'a deyə bilərikmi? Ha? Allah Quran endirmiş, amma biz onu anlamırıq. Başdan ayağa mütəşabihdir. Başdan ayağa, belə deyim ki, qarışıq bir kitabdır yəni. Bu səbəbdən də qadir, baxın, qədər məsələsi də bugün bir müsəlmanın həyatında ən önəmli olan məsələlərdəndir. Allah razı olsun. Təşəkkürlər. Xoş gəlmişsən. Qədər mövzusu bu günlər ümmət arasında bilinməsi gerəkən məsələlərdəndir ki, qədər nədir? Müsəlmanların həyatında bir çox olayların əslində çözülməsi üçün insan xeyrini, şərrini, varlısı, kasıbı, belə deyim ki, zəngini, xəstəsi, başına bir müsibət gəlirsə, bunu tamamilə qardaş qədərə bağlayaraq nə deməlidir? Allah belə istədi, belə oldu. Belə bir şey deyim. Qədər mövzusunda sizə alimlərin 2 dənə altın kuralı var idi, xatırlayırsınızda. Birinci kural nə idi? Fi məmada, keçmişlə bağlı. Fi məmada. Keçmiş keçmişdə qaldı. Nə deyəcəksən? Bütün məsələlərimizin əslində, bütün qardaşlığımızın, bütün müsəlmanların yəni birliyinin əslində kökündə nə durur qardaş? Qardaş, olan olmuş, keçən keçmiş. Olmuşa çarə yoxdur, ölmüş geri gəlməz. Qəddarallah məşə məfəaldi, qardaşımı bağrıma bas, istəğfirullah, Allahdan bağışlanma dilə, sən də mən də Allahdan af istəyəlim. Necə ki, Fudayl bin İyadın yanına gedildiyi zamanda nə deyər demişə? Məndən falan kəsin arasında problem var, deyir də affet. Deyir, gəl çöz, deyir affet. Deyir, Allah deyir, bax, intiqam al. Deyir, Allah affetmək ondan daha geniş məsələdir. Deyir, məsələn, Allah sonra Quran-ı Kərimdə deyir, bax, qisas var. Qisasda deyir, sizin üçün ey ağıl sahibləri, ibrət var, ağıl sahiblərinə hikmət var, xeyir var. Deyir, affetmək ondan daha hayırlıdır, deyir. Nə deyir? Fudayl bin İyad mühəddisdir, böyük alimdir. Bəlli bir yaşdan sonra hədis alim olmuş da. Günahkar idi, asi idi.
Allah'ı saydı, Allah'a değer verdi, Allah da onu değerlendirdi. Yani bugün Allah Subhanahu teala bizi sahip seçmesi, değerlendirmesi için nedir? Bizim de Allah'ı sevmemiz ve değerlendirmemiz lazımdır. Bunun için kader mevzusunda keçmişe deyəcək fi məmada. Keçmişdə qaldı. Evdə ailənlə, evladınla, uşağınla bir problem var, fi məmada, keçmişdə qaldı. Olan oldu, keçən keçdi. Dünənə bir dənə xitam verdik, dünən bağlandı. Gəl bu gündən sonra önümüzə baxaq. Mən unuda bilmirəm. Bax, bu ən böyük problemdir. Bax, bu ən böyük problemdir. Müsəlman özünü tədavi etmədi. Mən unuda bilmirəm. Mən onu görəndə xatırlayıram. Buna görə, yəni bir müsəlmanın bəzi məsələləri unuda bilməməsini, unutulması üçün nə etməlidir? O şəxsdən, o adamdan, o toplumdan qısa bir müddətli uzaq durmalıdır. Ki o məsələ unudulsun, yesin. Və ya insanın başqa şeylərlə məşğul olması lazımdır. Yəni bir insan nə etməlidir? Xeyirli işlərlə məşğul olmalıdır. Ki o məsələ unudulsun. Mənim qəlbimdə kin qalmasın. Amma məsələ elə olmalıdır ki, həqiqətən də insanın qəlbində kin saxlayacaq məsələ olmalıdır. Yəni nəfsi bir məsələ olmalı deyil, Allah üçün olan bir məsələ olmalıdır. Allah üçün bağışlanma, aid olma bir məsələ olmalıdır. Ki Allah Rasulü məsələn Vahşiyə nə dedi? İman etdim, qəbul, amma bu aralar gözümə görsənmə. Niyə? Səni görəndə Vahşini xatırlayıram, qəlbim üzülür. Bu o demək deyir ki, gözümə görünmə, birdən sənə qarşı qəlbində kin yaranır. Yox, Allah Rasulü qəlbində kin saxlamaz. Bunu bəzi insanlar bu dəlili götürür. Deyir, Allah Rasulü Vahşiyə dedi ki, gözümə görünmə. Yox, dedi ki, səni görəndə amcamı xatırlayır, üzülürəm. Onu xatırlayıb üzülməməsi üçün deyir. Başqa bir səbəb üçün deyir. İkinci nədir, qardaş? Müstəqbəl. Qədər mövzusunda gələcəyə bağlı nədir? Gələcəyə bağlı Allah səndən nə istəyibsə deyir, onu edəcəksin. Qardaş, müsibətlə qarşılaşdın mı? Demək ki, Allah bunu istədi. Xeyirlə mi qarşılaşdın? Demək ki, Allah bunu istədi. Bütün səbəblərə baş vurdun, evləndin. Bütün səbəblərə baş vurdun, ticarətə girdin. Bütün səbəblərə baş vurdun, elm yoluna çıxdın. Bütün səbəblərə baş vurdun, səfərə getdin. Lakin xeyirli olmadı. Denə ki, qaddar Allah məşə məfəal deyil, konuyu bağla, yoluna davam elə. Amma sünnət çərçivəsində elə. Çünki istiqbal, gələcək əməllər iki şeyə bağlıdır. Bir, ixlas, səmimiyyət, yəni ixlaslı olmasan, səmimi olmasan, etdiyin əməlin Quran və sünnətə görə etməlisən. İkinci olaraq, yəni nədir? Sənin o əməl edərkən Allahın Rasulü necə onu bizdən istəyibsə, o şəkildə əməl eləməli. Əgər Allah Rasulü səndən istədiyi şəkildə əməl eləyəcəksənsə də, Allah Subhanahu taala sənə muvaffaq olacaqdır. Yəni, sənə muvaffaq edəcəkdir. Bu səbəbdən də nədir, qardaşlar? Kitabın bu bölümündə artıq üçüncü bir baba, üçüncü bir bölümə keçirir. Şeyx o bab da nədən ibarətdir? Artıq burada sahabə, tabiin və itibə tabiin üç nəslin qədər haqqındakı bizə nəsihətləri olacaq ki, qədər haqqında. İnşallah biz onu da digər həftələrdə nə edəcəyik? Məsələni bağlayacaq. Çünki müsəlman həqiqətən də, yəni həyatında belə deyim ki, qədər məsələsi çox önəmli bir məsələdir. Amma müsəlmandan tələb olunan odur ki, ümumiyyətlə bu barədə sorusu olmaması, bu məsələdə dərinliyə gedilməməsi, bu məsələdə tartışmağa gedilməməsi və İmam Acurri özü gözəl bir söz deyir ki, bidat əhli bidatı çıxartmadan öncə bir nəfər idilər və onlarla münazara edildikdən sonra bidat hər yerə yayıldı. Məsəl üçün, mənim indi sizə nəsiyyətim nədir, qardaşlar? Bu məsələlərdə bizim inancımız, əqidəmiz bəllidir. Birdən görürsən ki, hansısa bir şəhərdən, hansısa bir ölkədən, hansısa bir yerdən, hansısa inandığımız bir məsələyə iman, küfür olaraq iman etmişik. Birisindən gəlir ki, bəs bu belə deyil, axı, yeni bir məsələ var. Nə deməlisən, qardaş? Mənim şübhəyə soxma və mən imanımda və İslamımda əlhamdülillah yəqinəm. Yəni, insanların fikirləri bizə maraqlı deyildir və biz imanımızı, İslamımızı nə etməliyik, qardaş, qorumalıyıq. Və bu səbəbdən də mən dəfələrlə deyirəm ki, ümumiyyətlə çalışın və bunun üzərində də istiqrar eləyin. Nəyin üzərində istiqrar eləyin inşallah? Yəni, bu dərsi bir dənə dayandıraq, təkrar bir açaq. Mən buna bir dənə sonlandırır. Və axı davən, əlhamdülillah, bir aləmin. İnşallah deyək.